Həftəlik bürclər, dolçu əkizlər, tərəzi bürclərini 30 martdan 6 aprelə doğru nələr gözləyir? Hava ünsürləri bu həftə çox biraz qarışıqsız və ən əsas məqamda bilirsiniz necə özünüzün səbirsizliyi, güvənsizliyi çox böyük problemlər yarada bilər. Birinci dolçalardan başlayaq. Dolçalar bacardığınız qədər bu həftə pul iş, başqa bir yönə yönəlməyinizi istəmirəm. Pul maddiyyat cəhətdən özünüzü tam aktivləşdirməlisiniz. O qədər səbirsiz, o qədər güvənsizsiniz, hər şeyə qarşı şübhəcisiniz. İnsanlarla o qədər sərt şəkildə danışacaqsınız. Qarşınızda olan insanlar sizi anlaya bilməyəcəklər. Pulla maddiyyatla əlaqədar iş dəyişikliyi, işlə əlaqədar yenilənmə istəyirsə, bu həftə o qərarların həftəsidir. Bu həftə işinizi dəyişə bilərsiniz, işlə bağlı yeni kontaktlar, yeni sazişlər, yeni məsafəli aktivliklərə keçə bilərsiniz. Çünki alacağınız xəbərlər sizin iş barəsində şanslarınızı, iş barəsində uğurunuzu əldə edə bilər. Sadəcə narahat edən bir məqam vaxtından tez qərar verməyiniz və o çox böyük səbirsizliyə doğru yol açıb hər şeyi nataraz vəziyyətdə saxlamağınızdır. Sağlamlıqla əlaqədar nəfəs yollarınızda problemlər var, onurğanızda problemlər var. Çox qəribə bir vəziyyətdə bilmirəm, allergik fonunuzda, dəri xəstəliklərinizdə dolçalar aktivləşə bilər, bunlara fikir verməz. Ümumi dəyərləndirsək dolçalar 68%-ə qədər həftəniz uğurludur. Əkizlərə gələndə əkizlər bu həftə transformasiya həftədir. Bu həftə dəyişməlisiniz, yəni köklü şəkildə. Xasiyyət olaraq, iş olaraq, özünüz olaraq, mühit olaraq, ətraf olaraq hər şey dəyişməlisiniz. Çünki arzu xəyallarınızla bağlı qurduğunuz planları bu həftə kral və kraliçalar kimi həyata keçirə bilərsiniz. Öz güvəninizi, gücünüzü bərpa eləməlisiniz. Sadəcə maddisal və ailənizlə əlaqədar bəzi insanların sizdən istifadəsi, bəzi insanların sizdən belə deyim də mənfəət formasında əldə etdiklərinin qarşısını ala bilməyəcəksiniz. Maddi olaraq aldıqları sizin böyük bir pul maddiyyat enerjiniz alacaq. Bu həftə pis çıxsa da deyəcəm, heç kəsə kömək yardım etmirsiniz. Çünki bu həftə etdiyiniz yardımlar sizdən yüzlərlə artıq enerjini, həm pul olaraq, həm şəxsiyyət olaraq enerjilər alacaqlar. Və bu həftə şəxsiyyətə, münasibətə, ailəyə doğru köklənməniz daha yaxşıdır. Çünki huzuru, beyin və düşüncələrin sabitliyini oradan əldə eləmiş bir formanız olacaq. Zəif həftə deyil, güclü bir həftədir, amma o deyil. Çünki beyin işləyir, bədən hərəkət eləmir və tarazlığınız özünüzə qarşı əsabiyyətiniz yaranır. Bacarırsınız psixoloqla, bacarırsınız enerji uzmanları ilə, bacarırsınız özünüzü belə deyim də transformasiya edin, güncəlliyin, yeniliyin, keçmişin yorğunluğu, keçmişin yarımçılığı sizi biraz həddən artıq çox bastıracaq və enerjinizi 73%-ə qədər saxlayacaq. Amma dolçulardan daha yaxşı bir formadasınız. Tərəzilərə gələndə tərəzilər ola biləcək ən yüksək səviyyədə şans qapıları bu həftə sizə açılıb tərəzilər. Amma siz bu şansları görmürsünüz. Çünki özünüzə güvəndiniz tərəzilər bu həftə olmayacaq. Başa düşürsünüz, zamanı düzgün idarə edə bilməyəcəksiniz, başqa insanlara çox zaman sərf edəcəksiniz, həyatınıza elə bir qadın girəcək. Bu həm kişi dolçular, həm kişi tərəzilərə, həm də qadın tərəzilərə. Həyatınıza girən qadın sizi hər şeydən soyuda bilər. Dost kimi, sevgili kimi, yaxın ətraf kimi sizi o qədər səhv yönə doğru apara bilər ki, mübahisəli bir vəziyyətdə qalacağınız və amma özünüzə yer tapa bilməyəcəyiniz bir nüans olacaq. Əgər bacarırsınızsa, daxili tarazlığınızı, özgüvəninizi, beyin düşüncələrin qarşı vəziyyətini düzəltməyinizi məsləhət görürəm. Çünki uzaqlaşmağınız vacibdir. Başqa rayona gedin, başqa şəhərə gedin, təklikdə qalın, hər şeyi analiz edin. Şans var, evrənin sizə göstərdiyi qapılar var, amma siz bunları görmürsünüz. Ya çox yorğunsunuz, ya beyniniz bulanıq vəziyyətdədir. Çünki bax, görmürəm heç nə, amma hər şeyi istəyirəm. Gözünüzü açmalısınız ki, nələrsə görəsiniz, özünüzü yeniləməlisiniz, özünüzü dəyişməlisiniz, istəklərinizi böyütməlisiniz, gücünüzü böyütməlisiniz. Onun üçün də bir balaca qırağa çəkilib, qıraqdan özünüzü analiz etməlisiniz tərəzilər. Baş ağrılarınız çox ola bilər, qarmalit, migren, beyin daxili təzyiqlər ola bilər, başla əlaqədar narahatçılıqlarınız tərəzilər bu həftə çox olacaq, bunu düzəltməlisiniz. 64% uğurlu bir həftə deyil, amma şans uğur tərəzilər sizin yanınızdadır.